Salam, hər vaxtınız xeyir, hörmətli izləyicilərimiz. Bugünkü çəkilişimiz Goranboy rayonu Mikayıl Müşfiq küçəsindən tutmuş, düz Məmməd Əmrasaydı küçəsinə kimi işıq dirəyi var, amma plafonu yoxdur burada. 2025-də martın 15-i idi. Şəhər Sovetinə dedim, dedi düzələcək, nə düzəlmədi, nə eləmədi. Goranboy rayonu Mikayıl Müşfiq küçəsidir, Məmməd Əmrasaydı küçəsidir. İşıq dirəklər var, amma özləri yoxdur. Bax, belə qaranlıqda it pişik var. Ailə uşaq keçəmir, az yaşlı körpələrimiz mağazinə gedə bilmir. Şəxsən mənim özümdə mağazinə gedə bilmirəm. Çünki qaranlıq küçədir. Amma işıq dirəkləri var. Bu da Mikayıl Müşfiq küçəsinin kəsişməsi, Məmməd Əmrasaydı küçəsinə girdik. Məmməd Əmrasaydı küçəsində plafon var. Amma işığı yanmır. Dəfələrlə demişəm, onu dəyişdirin, bərpa eləyin. Çəkib bildirirəm ki, sizdən xahiş edirəm. Mənim körpə uşaqlarım, evlatlarım var. Mağazinə gedə bilmir. İt pişik var. Deyəndə də deyir, həyata it pişik mənim yer küçə qapqaranlıqdır. Sadəcə Goranboy rayonu icra nümayəndəsinin hara baxır, Goranboy rayonunun bələdiyyəsi hara baxır. Burada da plafon var, işıq yoxdur.